Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvanın dini mədəni abidələrini ziyarət edir, buranın tarixi, mədəniyyəti və dini haqqında məlumatlar əldə edirlər. Səfərin əsas məqsədi milli mənəvi dəyərlərin təbliği, dini həmrəyliyin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də ortaq tarixi və mədəni irsin tanıdılmasıdır. Ötən gün nümayəndə heyəti Naxçıvanda dini mədəni abidələri ziyarət edib və qarşılıqlı fikir mübadiləsi aparıb. Bu ikinci Azərbaycana səfərimizdir. Bu güzel bir başlangıç, güzel bir səfər. Şöyle bir sefer, muhtevası içeriği açısından önemli bir seferdir. Azerbaycan bu konuda, yani bu Şia, Sünni, mezhebi konularda attığı güzel adımlardan ikincisidir. Bu Şia ve Sünni açısından çok önemlidir. Kardeşlik açısından çok önemlidir. Azerbaycan dini kurumlarının başta Ramin müəllim olmak üzere bütün personelini, bütün xadimlərini təbrik edirəm. Mənim üçün də ilk səfərdir burada olmağım və həm gözəl oldu Naxçıvanı görmək, həm öz millətimizi bir daha yaxından görmək və bu kimi konferansların, tədbirlərin təşkil olması hamımız üçün və dünyada yaşayan Azərbaycan dilli, Türk dilli müsəlmanlar üçün çox faydalı və əhəmiyyətli görürəm. Həm milli mənəvi dəyərlərimizin qorunmasında, həm bir-birimizi yaxından görməkdə və bu kimi tədbirlər fayda olur ki, yaxından bir-birimizlə qaynayaq, qarşıyaq problemlərimizi, çətinliklərimizi görək, bilək və onun üçün gələcəkdə addımlar ataq və onun həllinə doğru planlar tökək. Və belə səfərlər nə qədər çox olsa, Azərbaycanın hər məntəqəsində, hər köşəsində keçirilsə çox gözəldir. Mən özüm 2 dəfə işğaldan azad olmuş bölgədə olmuşam. Çox gözəl, qürur verici hal oldu mənim üçün. O işğaldan azad olunandan sonra gedib oraları ziyarət eləmək. Niyə? Biz millət olaraq dünyada heç bir xalq, əsas Gürcüstan Azərbaycanlarında, Azərbaycan canlıları kimi bir-birinə bağlı və təsir edən ikinci xalq mən görmürəm. Bugün biz burada onu görürük ki, İstər ümumi lider mərhum Heydər Əliyevin və istərsə də Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin, yəni xaricdə yaşayan soydaşlarımızın öz milli, mənəvi, dini dəyərlərindən uzaqlaşmaması, yadlaşmamasının bir parçası olan o siyasətin davamı olaraq bugün biz burada bərabərcə, bütün soydaşlarımızla bərabərcə burada biz ibadət edirik və həmçinin bugün mövcud olduğumuz məscid Qədim Vəhdət məscidlərindən biridir və eyni zamanda biz konferanslarda iştirak edəcəyik və bu konferanslar hamısı ona xidmət edir ki, bizim milli, mənəvi, dini dəyərlərimizdən yadlaşmamamız, istər ölkə daxilində, istər xaricdə olan soydaşlarımızın bu siyasətin bir parçası kimi öz töhfələrini verməsindən ibarətdir. Nümayəndə heyətinin üzvləri Azərbaycanda ənənə halını almış vəhdət namazı da qılıblar. Səmiyallahu limen hamidə. Daha sonra din xadimləri səfər proqramına uyğun olaraq Batıbat gölünü ziyarət ediblər. Bu cür görüşlər təkcə dini sahədə əməkdaşlığın artırılmasına deyil, eyni zamanda mənəvi dəyərlər ətrafında birləşməyə də şərait yaradır. Günün sonunda nümayəndə heyəti Heydər məscidində olub. Burada qonaqlara məscidlə bağlı məlumatlar verilib. Belə deyim sizə, daha çox Nuh əleyhissalamına buna görə yazır ki, Nuh Peyğəmbərin gəmisi bu torpaqda dayandığına və Naxçıvanın da adı Nuh Peyğəmbərdən gəlir. Gördüyünüz naxışlar ki var, bu naxışların hamısı cənnətin rəmzi deməkdir. Azerbaycan'da bulunduğumuz, Naxçıvan'da bulunduğumuz süre içerisinde Gürcistan'dan gelen kardeşlerimiz de oldu. Bakü'den gelen kardeşlerimiz oldu. Bu süre içerisinde beraberce gezdik. Naxçıvan'ın güzel yerlerini gezdik. Öğlen namazını Kazım Karabekir Camisi'nde beraberce kıldık.
Şimdi akşam namazımızı inşallah Haydar Mescidi'nde yine beraber kılacağız. İnşallah bu dostluklar, bu ziyaretler, karşılıklı iletişimler bundan sonra da devam edecek. Birbirimizi daha iyi tanıyacağız. Kardeşliklerimizi, ortak noktalarımızı daha da güçlendireceğiz. Ve iki devletimizin bekası için, bizim Müslüman milletimizin birliği, beraberliği için inşallah hepimiz elimizden geldiği kadar buna ortak olarak çalışacağız, gayret edeceğiz. Qonaqlar bərabər namaz qılıblar. Qeyd edək ki, belə səfərlər region ölkələri ilə dini-mədəni münasibətlərin inkişafına, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir. Həsən Məmmədov, Tərlan İbrahimova, Rafət Kərimov, NTV Xəbər.